Xoş gördük, hörmətli tamaşaçılar. Azərbaycan dili verilişi efirdədir. Biz son verilişlərimizdə fonetik hadisələr, fonemlər, fonologiyanın problemləri, ümumiyyətlə dilin səs xüsusiyyətləri ilə bağlı məsələlərdən danışdıq və bugün də həmin mövzunu davam elətdiririk. Bugünkü mövzumuz ahəng qanunudur. Bir var fonetik hadisələr, yəni səslərin dəyişməsi ola bilər, səs artımı ola bilər. Bu tipli müxtəlif proseslər bizim danışığımızda həm normativ olaraq, həm də anomaliya olaraq var, mümkündür və biz bunu bilirik. Amma bir də var qanun, yəni bizim dilimizdə, Azərbaycan dilində, ümumiyyətlə türk dillərində, iltisaqi dillərdə ahəng qanun hüququndadır. Ona görə də biz ona ahəng qanunu deyirik. Və bu qanun bizim dilimizə musiqililik gətirir. Bu qanun bizim dilimizdə səslərin bir-birini izləməsi şəklində özünə məxsus bir şəbəkə yaradır. Bəzi dillərdə bu həmahəngliyi assonans kimi, alliterasiya kimi üslubi olaraq şairlər yaradırlar, yazıçılar yaradırlar. Yəni, elə sözləri dalbadal işlədirlər ki, o sözlər harmoniya gətirsin. Amma bu hadisə bizim dilimiz üçün qanundur. Ahəng qanununun 3 növünü fərqləndirirlər dilçilər. Onların ən mühümü, ən mükəmməli saitlər ahəngidir. Yəni, qalın saitlər və incə saitlər. Bunlar ayrı-ayrılıqda bir-birini izləyirlər. Özü də bu xüsusiyyət türk dillərində ən qədim dövrlərdən var. Qədim türk yazılı abidələrində, Run yazılarında, Göytürk yazılarında, hətta saitlərin o qalın incəliyinə görə variantları yazıda qrafik olaraq verilir və variantlar ayrılmır, amma samitlər saitlərə görə variantlar ayrılır. Yəni, bu deməkdir ki, ahəng qanunu bizim dilimizə, türkçüyə lap qədim dövrlərdən gəlir. Samitlərin ahəngi var. Məsələn, deyək ki, t səsi ilə s səsi yanaşı gəlir. Kar samitlərdir bunlar. D səsi z səsi ilə yanaşı gəlir. Bunu yəni biz düşünmürük danışanda. Mexaniki olaraq belə alınır. Bu mexanikliyin içində həm də bir psixolojilik də var. Eləcə də saitlərlə samitlərin münasibətində ahəng var. Məsələn, A q ilə yanaşı gəlməlidir, Ə k ilə yanaşı gəlməlidir və bu münasibət bizim dilimizdə o ahəng qanunu dediyimiz harmoniyanı yaratmaqla həm də bizim dilimizin fonetik quruluşunun, səs quruluşunun keyfiyyətini müəyyənləşdirir. Ahəng qanununun mövcudluğu qədim yazılı abidələrin oxunmasında həmişə bizim ünvanımızı müəyyənləşdirib. Bununla yanaşı bəzən bizi ahəng qanununa həddindən artıq uyduğumuza görə tənbəl xalqlar adlandıranlar da var. Bu artıq dilində ahəng qanunu olmayan insanların sözləridir. Biz bunu belə qəbul edə bilərik. Mirzə Fətəlinin Azərbaycan mədəniyyətində oynadığı ən böyük rollardan biri ərəb əlifbasına münasibət olub. Görürdü ki, ərəb əlifbası türk dillərinə yaramır. Türk dillərində çoxlu ərəb mənşəli sözlər var idi. Və bu ərəb mənşəli sözlərin hər biri öz ərəb tələffüzündən yazılırdı və ərəb tələffüzündə də bir neçə t, bir neçə z vardı ki, bunlar ərəb dili üçün tamamilə təbii olan səslər idi və ərəb dili üçün də tamamilə təbii olan işarələr idi. Amma türk dillərində danışanlar o səslərin mahiyyətini anlamırdı. O səsləri də bir-birindən qrafik olaraq da fərqləndirə bilmirdi. Ona görə də Mirzə Fətəli çalışırdı ki, verdiyi iki mühüm layihədə ərəb əlifbası
islah olunsun. Bülbülə nəşə verən dənkli çiçəkləri saralır, şairin qəlbi midir orada tikənləri qaralır. Quş kimi uçdu onun ruhu uzaq yerlərdə, indi gənclər, qocalar dərdə tutulmuş, dərdə. Rusiya dad fəğan ilə sual etdi yenə, nə üçün quldur əlindən bu təbiyyət də sənə bir xilaskar ana qəlbi ilə aman vermədi, ah! Dostumuz getdi o dünyaya, kömək et, Allah. Əlbəttə, ərəb əlifbasının onun tərəfindən göstərilən ən belə ciddi qüsurlarından da biri oydu ki, işarələr bir-birinə oxşuyurdu. Və bu işarələr bir-birindən ancaq nöqtələrlə fərqlənirdi. Və nöqtələr o qədər çox idi ki, o nöqtələri idarə eləmək mümkün deyildi. Mirzə Fətəli özünü də nümunə göstərirdi ki, deyir, bu ərəb əlifbası məni, deyir, o dərəcədə yormuşdu ki, ən ağır işlərə belə gedib işləməyə hazır idim, tək bunu öyrəndim. Mirzə Fətəli kimi zəkalı bir yeniyetmə deyir. Amma indi görün, bizim nə qədər iradəsiz uşaqlarımız olub ki, elə birinci gündən dərsdən qaçırlar. Və sonraki dövrdə də Mirzə Cəlil Molla Nəsrəddin jurnalında bu məsələləri tez-tez müzakirəyə çıxardırdı. Və hətta onun felyetonlarında belə suallar da qoyulurdu. Mən nə üçün dərsdən qaçdım? Və bunu da çox belə qürurla təqdim edirdi. Odur ki, Mirzə Fətəli ərəb əlifbasının islahı yolunu tutdu. Amma sonra gördü ki, ərəb əlifbası ümumiyyətlə dəyişilməlidir. Və ona görə də iki layihə də latın əsaslı əlifba hazırladı. Bu əlifbalar bir-birindən o qədər fərqlənmirdi. Sadəcə ikinci layihəsində böyük hərfləri də daxil elədi. Ərəb əlifbasında bilirsiniz, böyük hərf, kiçik hərf anlayışı yoxdur. Mirzə Fətəli həmçinin durğu işarələri ilə bağlı çox ciddi araşdırmalar apardı və Azərbaycan dilində durğu işarələrinin işlənməsinə dair prinsiplər, qaydalar müəyyənləşdirdi. Əkinçi qəzetinin redaktoru Həsən bəy Zərdabiyə müraciət eləyərək qəzetin dilinin imlası barəsində, yazı tərzi barəsində, durğu işarələri barəsində məsləhətlər verirdi. Və Mirzə Fətəli, yəni peşəkar olaraq əlifbanın reforması üzərində çalışırdı. Hətta bunun üçün o tarixdən məlum olduğu kimi İstanbula getmişdi, Osmanlı dövlətinin rəhbərləri ilə danışmışdı. Düzdür, müəyyən razılıqlar almışdı, amma bununla yanaşı hələ o illərdə, o dövrdə ərəb əlifbasını dəyişmək imkanı yox idi. Axundzadə dövrünün ən qabaqcıl və savadlı ziyalıları ilə birlikdə xalqın savadlanması üçün müxtəlif yollar axtarır, fikir mübadiləsi edirdi. Əkinçi qəzetinin redaktoru Həsən bəy Zərdabiyə belə səslənir ki, ey mənim əzizim, gözümün işığı Həsən bəy, sən hər qəzetində bizə səslənirsən ki, elm öyrənin, elm öyrənin. İndi biz sənin nəsihətinə əməl etməyə hazırıq. İndi bizə de görək, biz elmi hardan öyrənək, kimdən öyrənək və hansı dildə öyrənək? Mirzə, amma qəzet çıxarma fikrini sizə bildirəndə söz verdiniz ki, əkinçiyə yazı yazacaqsınız. Vədinizə xilaf çıxmayın. Ay Həsən bəy, hərdən inanırsan adamın heç qələm tutmağa da əli gəlmir. Hərflərin üzərində və aşağısında işlədilən nöqtə və hərəkələrin yazını mürəkkəbləşdirdiyini, birləşərək yazılması isə sözün tələffüzünü çətinləşdirdiyini qeyd edirdi. Mirzə Fətəli Axundovun bu əlifba layihəsi tamamilə ərəb əlifbasını çıxarmaq və onun yerinə Latin qrafikalı əlifbanı gətirmək idi. O demişdi ki, türk xalqlarımıza ərəb əlifbası uyğun deyil. Latin qrafika əlifbadan istifadə etməyi tövsiyə eləmişdi. Hər bir layihəni göndərmişdi İrana və Türkiyəyə. Amma orada təəssüf olunsun ki, qəbul olunmur layihə, bəyənilmir yəni. Yeni əlifba haqqında rəyiniz yaxşıdır ya pis? Nasıl kötü fikir? Tabii iyi fikirdeyiz. Onda xahiş edirəm, bu əlifbanın ərəb dili üçün də vacib olduğunu qeyd eləyəsiniz. Layihəni həyata keçirməkdə əsas məqsədi xalqını cahillikdən
qurtarmaq və onun tərəqqisinə nail olmaq idi. Bunun üçün o, ərəb-fars təsirindən uzaq, daha sadə bir əlifba, yəni Latın qrafikasını təklif edərək xalqın oxuyub yazmasını asanlaşdırmağa və dünyəvi elmlərin ana dilində tədrisinə şərait yaratmağa çalışmışdır. Günaydın Fatih Ali Bey. Günaydın. Ben Namık Kemal, Türk şairiyim. İstedim bilesiniz, sizin bu alfabe projenizi %100 beğeniriz. Siz, yəni kim? Açık kafalı Türk gençleri. Ötən yüzilliklər sübut etdi ki, maarifçi mütəfəkkirin ana dili uğrundakı apardığı sonsuz mübarizəsi nəticəsiz qalmadı. Məncə bizim bugün Azərbaycan dilində səlis danışmamıza səbəb Axundovun illər öncə yaratdığı bu layihə əsasında təkmilləşmişdi. Dilin qorunması əlbəttə bir stixiyadır. O mənada ki, dil özü də özünü qoruyur. Dillər diferensiyasiya nəticəsində meydana çıxır. Bəzən kimsə deyir ki, məsələn, bir neçə dili, o cümlədən də deyək ki, müasir türk dillərini birləşdirib vahid bir dil yaratmaq olar. Bu mümkün deyil. Dillər inteqrasiyanın nəticəsi deyil. Buna görə də biz German dilləri deyirik, Roman dilləri, Slavyan dilləri birləşib hansısa bir dil əmələ gətirməsi nə təcrübəsi var, nə də tarixdə belə bir hadisəyə rast gəlinmir. Ona görə də dillərin bu diferensiyasiya prosesi eyni zamanda dilləri qoruyur. Məsələn, Azərbaycan dilində bugün diferensiyasiya prosesi gedirmi? Şübhəsiz gedir. Vaxtıyla böyük dilçi Ferdinand de Saussure deyirdi ki, dilçi bir dili mükəmməl bilməlidir. Yəni, bir neçə dili bilən dilçi ola bilər ki, bir neçə dilin xüsusiyyətini bir dildə axtarsın. Və ona görə də həmin dilçinin bir dil haqqında təsəvvürü yanlış olacaq. Biz məsələn müşahidə edirik ki, artıq neçə əsrlərdir Azərbaycan dilinin dialektləri törüyür. Bugün Azərbaycanın bəzi coğrafi ərazilərində elə dialektlər var ki, onlar hətta bizim ümumxalq dilində də bir növ fərqlilik yaradırlar. Deyək, məsələn, Şəki dialekti. Yəni, Şəki dialekti ilə bizim başqa dialektlərimiz arasında fərq daha böyükdür. Yəni, bu xüsusi bir hadisədir. Və yaxud bugün Azərbaycanın, tarixi Azərbaycandan söhbət gedir. 50 milyondan artıq xalqın yaşadığı geniş Azərbaycan coğrafiyasından, o coğrafiya ki, əsası Şah İsmayıl Xətainin qurduğu Səfəvilər dövlətindən gəlir. Və həmin coğrafiyada bugün elə dialektlərimiz var ki, onlar ayrıca dil olmaq iddiasındadılar. Məsələn, Kərkük dialekti, məsələn, Əfşar dialekti, məsələn, Savə dialekti və s. Yəni, bu dialektlər artıq elə bir həddədir ki, onlar əgər münbit şərait olsa, onlar bu və ya digər bir şəkildə ayrı, müstəqil bir dilə də çevrilə bilərlər. Bəzən bu proses süni şəkildə gedir. Necə? Deyək ki, Azərbaycan dilinin həm müstəqil Azərbaycan Respublikasında, həm də Cənubi Azərbaycanda, İranda bəzən deyirlər ki, iki ədəbi norma variantı formalar. Əlbəttə, burada hələ ki, ədəbi norma variantından söhbət gedə bilməz, amma onun müəyyən təzahürləri görünür. Çünki dil diferensiyasiya iddialıdır. Əgər dil mərkəzləşdirilmiş bir coğrafiyanın, mərkəzləşdirilmiş bir dövlətin, mərkəzləşdirilmiş bir mədəniyyətin ixtiyarından çıxırsa, onda onun bölünmə imkanları da hər halda müəyyən qədər ortaya çıxmış, təzahür eləmiş olur. Bununla da verilişimiz bitir. Diqqətinizə görə minnətdarım.